Salam, hər vaxtınız xeyir olsun. Biz sizlə baxacağıq kubun müstəvi üzərində açılışı və Octaederin müstəvi üzərində açılışına. Ümumiyyətlə, gələcək dərslərimizdə biz kubun açılışını dərin formada öyrənəcəyik. Əslində bu videolardan çoxlu paylaşmışam. Kimi çətinlik olsa girib videolardan baxa bilər. Baxırıq birinci bu test tapşırığın izahına. Necə edəcəksiniz? Sizə deyir ki, kubun müstəvi üzərində açılış formasını tapın. Aha. Əvvəlcə nə edirik? Yadınızda qalsın. Bu tipli suallarda açılış formanı tapmaq üçün belə bir üsul öyrədəcəm sizə. Demək, baxın, ortadan bir dənə xətt çəkirsiniz. Baxın burada. Əgər bu xəttdən bu tərəfdə və bu tərəfdə eyni sayda, yaxud burada bir dənə xana ola bilər, burada da iki xana olarsa, demək ki, bu kubun müstəvi üzərində açılışıdır. Məsələn, bu variantına baxın, xətt çəkirsiniz buradan, düzdürmü? Görürsünüz, burada 2 dənədir, burada heç yoxdur. Demək, bu kubun müstəvi üzərində açılışı ola bilməz. C-yə baxın. Bax, bu hissəni görürsünüz. Xətt çəkdin, görürsünüz, burada 2 dənədir, burada 0-dur, yoxdur. D variantına baxın. Burada xətti çəkdin, 2 dənə buradadır, burada 0-dur. Olmaz. Bu tərəfdə baxırsınız, 4 buradadır, 2 buradadır. Bu da olmaz. Ona görə düzgün cavab olacaq A variantı. Keçirik 13-cü test tapşırığın izahına. Deyir ki, burada hansı düzgün göstərilmişdir? Yenə eyni qaydanı tətbiq edirsiniz. Bax, düz xətt çəkdiniz, düzdürmü? 2 dənə buradadır, burada 0-dır. A variantı olmaz. B variantına baxırsınız, B variantı da olmaz. C-yə baxırsınız, düz xətt çəkdin. Bir dənə tərəf buradadır, bir tərəf də buradadır. C variantı düzgün cavabdır. D variantına baxırsınız, bir dənə düz xətt çəkdin. 2 dənə buradadır, burada 0-dır. Olmaz. Y variantına baxırsınız, bunu çəkdin. 2 dənə buradadır, olmaz. Baxırıq 14-cü test tapşırığın izahına. Bizdən düzgün formanı soruşur. A variantında düz xətt çəkdin, görürsən 2 buradadır, burada da 0-dır. A olmaz. B variantı olmaz. C variantı olmaz. D variantı olar. Düz xətt çəkdim, bir dənə bu tərəfdə var, bir dənə də bu tərəfdə olacaq D variantı. G variantı da olmaz. 2 buradadır, 0 da burada. Olmaz. Baxırıq 15-ci suala. Deyir ki, hansı düzgün göstərilməmişdir? Yəni, səhvi soruşur sizdən. Baxın A variantı. A variantı düzgündür. Çox olan hissədən düz xətt keçir. Bir üz buradadır, bir üz burada. Bu açılış formadır və düzgündür. B variantına baxın. Düz xətti keçirdi. 2 dənə buradadır, burada 0-dır. Demək, səhv olan B variantıdır. C variantına bax. Düz xətt keçirdin. Bir dənə burada üz var, bir dənə də burada üz var. D variantına bax. Düz xətt keçirdin. Bir dənə buradadır, bir dənə də burada. Olar. Y variantına bax. Düz xətt keçirdin. Bir dənə buradadır, bir dənə də burada. Demək, bunlar hamısı açılış formadır C variantından başqa. Daha sonra baxırıq 16-cı test tapşırığın izahına. Yenə eyni qaydada. Səndən soruşur ki, səhvi soruşur. Düz xətt keçirdin. Bir üz buradadır, digər üz buradadır. B variantına baxırsan, buradan düz xətt keçirdin. Bir üz buradadır, bir üz buradadır. C variantına baxırsan, düz xətt keçirdin. Bir üz buradadır, bir üz buradadır. Olar. D variantına baxırsan, düz xətt keçirdin. Bir üz buradadır, bir üz buradadır. Bu da olar. Y variantına bax, düz xətt keçirdin. 2 dənədir, amma bu tərəfdə yoxdur. Demək, düzgün cavab olacaq Y variantı. Daha sonra keçirik növbəti sualların izahına. Baxaq 17-ci sualın izahına. Yenə eyni qaydada bir dənə düz xətt keçirdin. Bir dənə buradadır, bir dənə də burada. B variantına baxırsan, düz xətt keçirdin. 2 dənədir, burada 0-dır. Demək, B variantı kubun açılış forması ola bilməz. C variantı, düz xətt keçirdin. Bir üz buradadır, bir üz buradadır. Y variantına bax. Düz xətt keçirdin, bir üz buradadır, bir üz buradadır. D variantına baxırsan, düz xətt keçirdin, bir üz buradadır, bir üz buradadır. Daha sonra baxırıq növbəti açılış formalarına. Baxırsınız burada Octaederə. Ümumiyyətlə, Octaeder nədir? Octaeder belə bir fiqur verir sizə və deyir ki, bunun müstəvi üzərindəki açılışını tap. Necə tapacaqsan? Ümumiyyətlə, Octaederdə 2 dənə qızıl qaydanı yadınızda saxlayın. İstənilən 2 nöqtədən 4 üçbucağın ortasına xətt çəkəcəksiniz. Məsələn, götürürsən bir nöqtəni, birini buradan. 1, 2, 3, 4. Olar. 1, 2, 3, 4. Bu da olar. Düzdürmü? Octaederin ikinci qızıl qaydası ən azından 2 tərəfin bir-birinə əks tərəfə baxmasıdır. Bir tərəfi belə baxır, bir tərəfi belə. Bu Octaederin açılış formasıdır. Baxırsan B variantına. İstənilən 2 dənə nöqtə götürürsən. Amma tək qalan üzəri götürmə də. Elə yeri götür ki, çox tərəflər birləşmiş olsun ora. 1, 2, 3, 4 olar.
1, 2, 3, 4. Yəni baxın, qısa burada izah nöqtədir tutaq ki, düzdürmü? Burada da üçbucaqlardır, düzdür? Oktayda bir nöqtədən bir üçbucağın ortasına xətt çəkirsən 1, 2, 3, 4. Yəni tələb olurdu ki, ay müəllimə, mən bir nöqtədən 100 dənə xətt çəkə bilərəm. Ürəyiniz neçə istəyirsə çəkə bilərsiniz. O sizin öz işinizdir. Amma Oktayda bir nöqtədən 4 üçbucağın ortasına xətt çəkəcəksiniz və görürsüz bir üzü bir tərəfə baxır, digər üzü isə digər tərəfə. C variantına baxırsınız. 1, 2, 3, 4 olar. Növbəti nöqtəyə baxırsınız. 1, 2, 3, 4, 5 olmaz. Oktayda 2 dənə 4 demək üçbucağın ortasına əgər xətt çəkirsənsə 2 nöqtədən cavab odur. Məsələn D variantına baxın. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 olar və bir-birinə əks üzlərdə olan üzləri var. Bu da açılış formadır. Y variantına baxırsınız. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Baxırıq 19-cu suala. Bizdən hələ ki səhvləri soruşur. Baxırıq burada A variantında 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 olar. Bir burnun bir tərəfi bura baxır, bir tərəfi bura. B variantına baxırsınız. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. C variantına baxaq. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. D variantına baxın. 1, 2, 3, 4 bu olar, amma digər 4 üçbucağın ortasına çəkilən xətt olan nöqtəni tapa bilmərsən. Cavab olacaq D variantı. Y-yə bax. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Ümidvaram ki, başa düşürsünüz. Daha sonra baxırıq 20-ci sualın izahına. Yenə eyni qaydada səndən soruşur ki, burada hansı səhvdir? Burada səhv olacaq A variantı. Bax, 1, 2, 3, 4 olar, amma digər o 4 nöqtəli 4 xətti çəkəcəyin nöqtəni tapa bilmərsən. Baxırsan B variantı 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. C-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. D-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Y-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Baxırıq 21-ci suala. Yenə eyni qaydada. Bizdən soruşur ki, hansında düzgün göstərilməmişdir. Baxırıq burada 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 və bir üzü belə baxır, bir üzü belə. Bu açılış formadır. Baxırsınız burada zəhmət olmasa B variantına 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. C-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. D-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Bir tərəfi belə baxır, bir tərəfi belə. Səhv olan Y variantıdır. Niyə? 1, 2, 3, 4 olar. 1, 2, 3, 4, 5 olmaz əsla və burunlarına bax, ikisi də eyni tərəfə baxır. Olmaz. Sonra baxırsınız, zəhmət olmasa 22-ci suala. Nə edir burada? Deyir ki, hansı düzgün göstərilib? Demək, bunların 4-ü səhvdir, biri düzdür. 1, 2, 3, 4 olar, amma digər tapa bilmirsən. Demək, bu səhvdir. B-yə bax. 1, 2, 3, 4 olar. 1, 2, 3, 4. Belə olacaq B variantı. Və bir burnu belə baxır, bir burnu belə. Gəlib digərlərinə baxaq ki, niyə səhvdirlər? Baxırsan burada 1, 2, 3, 4, 5 olmaz. Eyni tərəfə həm də baxır, həm də 5 nöqtədir. D-yə baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4, 5 olmaz. Birinci səhv. İkinci səhvdə ikisi də eyni tərəfə baxır. Y variantına baxırsan 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar. Amma ikisi də eyni tərəfə baxır. Olmaz. Baxırıq 23-cü test tapşırığına. Baxırıq burada nə edir? Yenə eyni qaydada. Deyir ki, burada sizdən düzü soruşur. Bax, 1, 2, 3, 4, 5 bu əsla ola bilməz. B variantı da əsla ola bilməz, çünki eyni tərəfə baxır. C variantı da ola bilməz, əsla eyni tərəfə baxırlar. Və 4 nöqtə də bax, 1, 2, 3, 4 nə olsun uyğun gəlir. Eyni tərəfə baxırlar, olmaz. D-yə baxın, 1, 2, 3, 4 olar. 1, 2, 3, 4 bu da olar, olacaq D variantı. 24-cü suala baxırsınız. Burada 1, 2, 3, 4 olmaz. 1, 2, 3, 4 bu da olmaz. Həm də ikisi də eyni tərəfə baxırlar deyə olmaz. B-yə baxırsınız. 1, 2, 3, 4, 5 olmaz əsla. C-yə baxırsınız. 1, 2, 3, 4 olar.
1, 2, 3, 4. Elə kubun oktaydraın düzgün açılış forması C variantıdır. D-yə baxırsınız. 1, 2, 3, 4 olar, amma digər 4 nöqtəni tapa bilmirsən. Y-yə bax. 1, 2, 3, 4 olar, amma digər 4 nöqtəni tapa bilmirsən. Ona görə Y-də çıxdı. Bugünlük bu qədər. Ümidvaram ki, bu dərsi yaxşı başa düşdünüz. İnşallah növbəti videolarda görüşərik. Sağ olun.